Salam hər kəsə, mən Fərid. Bugün sizə sadə bir lokal şəbəkə qurulmasını göstərəcəm, izah edəcəm. Lokal şəbəkənin qurulması üçün bizə ən az 2 PC, yəni end device lazımdır. Mən burada PC-dən istifadə edəcəm, laptopda olar və yaxud digər cihazlarda olar. Gəlin 2 dənə PC qoyaq. Lokal şəbəkə qurmaq üçün daha çox switch və hublardan istifadə olunur. Mən indi hər ikisinin necə işlədiyini göstərəcəm. Birinci switch və ikinci olaraq hub ilə başlayaq. Sağ tərəfiniz hub olsun. Bu şəbəkənin daha aydın olması üçün kompüterlərin sayını 4-ə çıxardaq. Hər paketin necə işlədiyini görmək üçün. Çünki hubda biraz fərqli olacaq. Bu bizim sadə lokal şəbəkəmiz oldu, amma ki hələ ki əlaqələndirilməyib və IP ünvanlar verilməyib PC-lərə. Biz bunları necə əlaqələndirəcəyik? Əlaqələndirmək üçün bu sol altdakı connection-dan müxtəlif kabel tipləri var burada. Məsələn, copper straight və copper crossover. Burada console cable var. Bu console cable biz gələcəkdə istifadə edəcəyik, indi lazım deyil. Daha sonra fiber cable var. Phone, yəni telefon şəbəkəsi üçün bu kabeldən istifadə edirik. Ən birincisi isə bizdə portu və kabel növünü avtomatik olaraq seçir. Məsələn, indi mən belə bir şey göstərim. Kompüteri birləşdirmək istəyirəm fast Ethernet-dən. Yalnızca bir portu var. Switch-in birinci portuna, yəni 0.1-ci portuna. Biz burada həm PC-nin portunu seçdik, həm də switch-in portunu seçdik. Ancaq bundan istifadə edəcək, birbaşa əlaqələndirmə mümkün olacaq. Və belə bir şey göstərim. Məsələn, biz kompüterləri tək-tək yerləşdirmişdik bizim topologiyaya beləsinə. İndi bunların daha sürətli versiyası da var. Necə tez-tez əlavə etmək olar. Klaviaturada kontrol düyməsinə basıb saxlayırıq. Kontrol düyməsinə basıb saxlayırıq. Deməli, gəlirik PC-ni seçirik. PC-ni seçindən sonra avtomatik olaraq 1, 2. Biz bura geri gəlib basmadan bunlar əlavə oluna bilir. Yəni, belə bir sadəlikləri var. Həmçinin bu cable hissəsinə də, connection hissəsinə də keçir. Biz indi copper straight ilə işləyək. Bunun fast Ethernet 0-ını, bunu 3-ünə birləşdirdik. Və belə bir şey göstərmişsə, burada gördüyünüz kimi hələ ki PC və switch arasındakı status hələ ki bir tərəfli olaraq aktivləşməyibdir. Burada narıncı işarəni görürük. Bu nə deməkdir? Switch hələ ki bu PC-ni tanıyır, tanımağa çalışır. Bunun MAC adresini öyrənməyə çalışır. MAC adresi vasitəsilə bura yerləşdirsəm, burada MAC table olur, belə bir şey. Bu switch-in daxilində. MAC table-da hansı PC-nin hansı porta, hansı MAC adres vasitəsilə qoşulduğunu öz üzərində yadda saxlayır. Məsələn, real time keçək, bu bir müddət keçəndən sonra aktivləşməlidir. Bir 10 saniyə qabağa çəkək və gördüyünüz kimi bu aktivləşdi artıq. Hubda isə biraz fərqli olacaq. Gəlin əvvəlcə bu switch-lə işləyək. Switch-lə işləyəndən sonra hub'ı göstərəcəm. Deməli, biz nə etməliyik? Əvvəla hər bir PC-yə MAC adres verməliyik. Bura üçün bu topologiya, bu lokal şəbəkə üçün mən 192.168.1.x IP adresindən istifadə edəcəm. Buradakı X, gəlin siz yazaq birbaşa. 192.168.1.x. Buradakı X nə bildirəcək? X yəni artan dəyişkəndir. 1, 2, 3, 4. Hər bir PC üçün fərqli olacaq. Başlayaq. Bunu kopyalayıb yapışdıraq elə. Ərincəkdik biraz. Deməli, fast Ethernet 0 portuna verək 1-i. Subnet mask enter'a bastığımız anda avtomatik olaraq çıxdı. 255, 255, 255, 0. Keçək ikinci kompüterə. Mən belə config-də elədim. Bunu desktopa gəlib IP configuration hissəsindən eləmək olar. Eyni şeydir, eyni qaydayla. IPv4 hissəsinə biz 2 yazırıq indi, sırayla artırırıq. Default gateway və DNS serverlərə daha sonra gələn bölümlərdə işləyəcək. Deməli, bu hazır. Üçüncü kompüter config fast Ethernet 3. Bu da hazır. Dördüncü kompüter config fast Ethernet
IP adresimiz. Bunlar artıq hazırdır. Bu şəbəkə aktiv adlıdır. Bu şəbəkədə istədiyimiz paketi istədiyimiz tərəfə, istədiyimiz kompüterə göndərə bilərik. Bunu test etmək üçün ping komandasından istifadə edək. Command prompta gələk. Deməli, bu bizim öz kompüterimizdə olan CMD-yə bənzəyir. Məsələn, gələk indi bu kompüterə buraya yazaq ipconfig. ipconfig yazdıq. Burada hansı IP adresinə məxsus olduğu, subnet maskı və digər lazımi informasiyalar. Bu Bluetooth üçündür, bu bizim internet şəbəkəsi üçün. Bu bizə lazım olacaq. Bizdə real həyatda, real kompüterimizdə olandan eynidir demək olar. ipconfig yazaq. ipconfig yazdıq. Burada mənim məsələn IP adresim var, subnet maskım var və burada default gateway'im var. IP V6 adresində var. Bunlar böyük ehtimal bəziləri buludlu olacaq. Digər bir promptdan istifadə edək. Ping promptundan. Ping promptu nədir? Ping promptu əlaqə saxlamaq üçün, belə deyək, şəbəkənin yoxlanılması üçün istifadə olunan bir promptdur, bir komanddır. İndi biz yuxarıdakı kompüterlə əlaqə saxlamaq istəyək. Məsələn, bunun IP adresi neçə idi? 192.168.1.2 Ctrl+C eləyək. İndi biz ping atmağa çalışsaq həmin kompüterə 192.168.1.2 bu aktiv halda baxın reply from 192.168.1.2 və MS-də azdır çünki şəbəkəmiz balacadır. Yəni ki bu şəbəkə aktiv haldadır, işləyir. Heç bir problem yoxdur. İndi belə bir başqa üsulla yoxlayaq. Birinci bölümdə demişdim, belə paket göndərmə üsulları var. Paket göndərmə ilə bu kompüterdən bu kompüterə successful. Bunu simulation-da baxaq. Biraz paketin sürətini artıraq, çünki biraz yavaş gedir. Gəldi switch-ə, switch baxdı. Deyir ki, bu PC5-in destination adresidir. Və PC5-dən də geri response gəldi. Cavab gəldi ki, mən qəbul edirəm bu paketi. İndi keçək eyni şeyi hub üzərində quraq. Bunun üçün nə edək? Mən pieceləri kopyalayıb yapışdıracağım. Məsələn, seçək bunu, Ctrl-a basıb saxlayaq. Çəkək bunu sağ tərəfə, biraz da dəqiqə. Belə. Bunu çəkək sağa, buna geri normal halına salaq. Burada da gəl istifadə edək başqa bir IP adresindən olsun 2. Burada yazdığım IP adresi heç bir cihaza təsir eləmir, sadəcə özüm üçün not alıram. Hava gələk. Hubla eyni qaydada pieceləri quraşdıraq, əlaqələndirək. Burada avtomatik seçim edən alətdən istifadə edəcəm. Ctrl düyməsinə bastım, bunu seçdim və indi birləşdirək. Birləşdirdim, artıq şəbəkə hazırdır, amma ki bir şeyə diqqətinizi çəkmək istəyirəm. Biz switch-də işləyərkən buralar bir tərəfli aktiv idi. Switch tərəfindən konfigurasiya olunur deyə gözləyirdi əlaqə. Ancaq burada hava birləşdirən zaman hub heç bir məlumat tələb eləmədi və avtomatik olaraq şəbəkəni aktiv hala gətirdi. İndi biz nə edək? Kompüterlərin IP adresi eyni qalmalıdır. Dəyişməyək. Bunu da yenə 192.168.1.2-dən istifadə edək. Bunlar ayrı şəbəkə olduğu üçün heç bir-birinə təsir eləməyəcək. Çünki göstərim, baxın, aralarında heç bir əlaqə yoxdur. Bir-birlərini tanımırlar, bir-birlərinin əlaqəsi yoxdur. İndi bu şəbəkə də işləyəcək. Yoxlayaq, ping ataq, desktop, run, command edək, ping ataq, 192.168.1.2 kompüterə. Pinging bu IP adres biz 32 byte-la gözləyək responsu. Biz real time keçəcək ki, işləsin normal. Aha, reply gəldi. Mən bayaq dayandırmışdım, ona görə gəlmirdi, amma ki normal qaydada gəldi. MS-də eyni qaydada, hər şey normal. Ancaq belə bir şey var. Simulyasiya gələk.
Birinci real time-da paket göndərməyi göstərim. İşləyəcək yoxsa yox. Burada successful olacaq. Bu PC-dən digər PC-yə paket yollayaq və successful. Normal qaydada işlədi. Biz əvvəlcə switch-də işləyən necə işləmişdik? PC2-dən gəldi paket bura. Switch-dən geri yuxarıdakı PC-yə, geri qayıtdı switch-ə və sonra mərkəzi başlanğıc cihaza, başlanğıc PC-yə. Amma bunda elə olmayacaq. Gəlin görək. Əvvəlcə gəldi hub-a, eyni qaydada switch-ə olduğu kimi, amma indi hub-dan digər bütün cihazlara göndərildi paket. İçərisində IP adres, IP ünvan olmaq şərti ilə baxaq. PDU details. Destination IP adresi budur. MAC adresimiz yoxdur hələ ki. Deməli, bunlara baxaq. Eyni qaydada. Bunların IP adresi 192.168.1.2 olmadığından bu paketi qəbul edəmirlər. Amma bu kompüter IP adresi uyğun gəldiyi, üst-üstə düşdüyü üçün kompüteri paketi qəbul edir və geri respons paketi göndərir. Gördüyünüz kimi xəta baş verdi burada. Bir bug. Deməli, getdi, göndərdi. Mübadilə olundu paket. Geri respons cavabı göndərildi. Bu qədər. Bizim məlumat transferimiz uğurlu şəkildə davam edir. Bitəcəkmi? Bəli, successful oldu. Hazırda artıq bizim bu şəbəkəmizdə. Və indi nəticə olaraq nə deyə bilərik? Switch hub-a nisbətən daha çox tövsiyə olunan bir şəbəkə avadanlığıdır. Niyə? Çünki onun MAC table var. Məlumatları bir kompüterdən digərinə göndərir, hamısına göndərmir hub kimi. Hub bunu edərək bu paketlərin təhlükəsizliyinin qarşısını açır. Yəni ki, bir paketə başqaları əgər şifrələnməyibsə, paketə nəsə düzəliş edə bilərlər və yaxud paketi oxuya bilərlər, daha doğrusu oxuya bilərlər. Və bu səbəblə switch daha çox istifadə olunur. İndi bunların qiymətlərini də müqayisə edək. Məsələn, $20 hub'ın qiyməti. Ancaq ki, switchdə burada baxaq, $1500. Qat-qat fərq var aralarında. Fiziki olaraq baxaq bunların görünüşünə. Fiziki olaraq baxanda belə yuxarıdakı switch, altdakı hub. Gördüyünüz kimi 24 portu var, fast Ethernet və 2 ədəd gigabit Ethernet portu var. Sonra bu hava baxaq, hub'da da 6 ədəd fast Ethernet portu var. Yandırıb söndürmə düyməsi olduğu qaydada. Burada gördüyümüz kimi 4 dənə boş modul yerimiz var. Bu modulları gələcəkdə göstərəcəm nəyi necə, niyə əlavə eləməliyik. Hamısını göstərdikdən sonra da işləməyə başlayacaq. Məsələn, birinci olaraq sönlü olmalıdır. Nəysə, bunları keçək. Bu günlük bu qədər. Switch və hub'larla lokal şəbəkə ulduz topologiyası qurulmasını göstərdim. Ümid edirəm başa düşdünüz və gələn videoda da routerlə işləməyi göstərəcəm. Sağ olun. Gələn videoda görüşəndək.